Səfirliyimizin ateşə tutulmasına İlham Əliyevdən reaksiya. Azərbaycanın Kiyevdəki səfirliyinin Rusiya tərəfindən ateşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik. Axar az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan açıq dəhliz siyasəti, Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda panel müzakirəsində deyib. Prezident vurğulayıb ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib, Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub. Birinci hücuma gəldikdə elə bilirdik, bu təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəliklərinin, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını verdik. Ondan sonra 2 hücum oldu. Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücumdur. Prezident xatırladıb ki, bununla bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib. Yalnız diplomatik formatda addımlar atdıq. Əlavə hər hansı iş görə bilmərik. Prezidentdən erməni nümayəndəyə kəskin cavab, video. Bilirsiniz, hüquqi məsələlərə gəldikdə Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var, bu preambulada yazılıb. Axar az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə açıq dəhliz siyasəti, Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda panel müzakirələrdə erməni nümayəndənin təxribatçı sualına cavabında bildirib. Konstitusiyada bu var, Wikipediyadan yoxlaya bilərik. Görüşümüzü başa çatdırmadan baxa bilərsiniz. Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz. Hüquqşünas deyiləm, amma bunu başa düşürəm. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması sülh sazişinin imzalanması üçün yeganə ilkin şərtdir ki, həll olunmamış qalır. Bugün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, bununla bağlı hansı addım atılmalıdır. O ki qaldı, sülh yolu qovşağına, bilirsiniz, Prezident Trump vəzifəyə qayıtdıqdan sonra TRIP layihəsini irəli sürdü. Daha sonra Biden kimi prezident gəlsə, o sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək, İlham Əliyev qeyd edib.